Satıcıları bir araya gətirən səbəb bazar rəhbərliyinin icarə haqlarını aşağı salmamasıdır. Satıcılar deyir ki, dəfələrlə rəhbərliklə danışıqlar aparılsa da heç bir xeyir olmayıb. Söhbət Nizami rayonunda yerləşən 8-ci kilometr kimi tanınan bazardan gedir. Alıcı qıtlığının da olması satıcıların işini biraz da çətinləşdirir. Artıq bəzi satıcılar obyektlərini bağlayıb gediblər. İşləyən satıcılar isə 200-500 manat icarə haqqı ödəyirlər. Elə qazandıqlarını da icarə haqqına verməli olurlar. Hamıdan çox arenda da mən verirəm, 2 qat verirəm mən. Qılçamda bax sarıyıram. Millətə də borcum var, mal yerlərinə qulana 1 manat mən artırıb xalqın borcu verə bilmirəm. Nə qədər? Arendam çoxdur. Mən 550 manat verirəm, 550 manat verirəm. Deyirlər çek verin, buna mən nə çek verim? Buna nə mən nə verim? Siz deyil, mən də verim də. Əgər gündə 10 manat qazanım, verim 3 manat ona verim. Mən gündə 2 manat pul qazanmıram, nə verim ona? Satıcıların narazılığına Nizami rayon İcra Hakimiyyətindən münasibət bildirildi. İcra Hakimiyyəti başçısının müavini Qərib Məmmədov məsələnin tezliklə həll olunacağını qeyd etdi. Bununla əlaqədar biz bunların o insanların hamısını qəbul elədik. Onların xahişlərinə, təkliflərinə, fikirlərinə qulaq asdıq və belə qərara gəldik ki, bazar rəhbərliyi ilə məsələni həll eləyək. Bazar rəhbərliyi ilə danışmışıq və hal-hazırda icarə haqlarında endirimlər ediləcəkdir. İndi satıcılara qalır gözləmək, verilən vədin yerinə yetiriləcəyi zamanı.